Hər vaxtınız xeyir olsun, əziz valideynlər, əziz şagirdlər. Bu gün sizə Kenguru Riyaziyyat Azərbaycan 2022-ci ildə keçirilmiş olimpiyadanın suallarını izah etməyə başlayacağam. Gəlin başlayaq. Ən çox üçbucaq hansı qutudadır soruşur. Gəlin bir-bir yoxlayaq. Burada 1, burada 3, burada 4, burada 1, burada 2 üçbucaq olduğuna görə ən çox üçbucaq o zaman B qutusunda olmuş olacaqdır. Deməli, doğru cavabımız B variantı. Keçirik ikinci suala. Aqil göbələk şəklini ortadan iki hissəyə bölür. Söhbət buradakı göbələklərdən gedir. Yəni, fərqi yoxdur hər hansı göbələklərdən. İki hissəyə bölür və hissələri birləşdirir. Hansı variant həmin birləşmiş hissələri göstərir? Əgər bir göbələyi biz iki hissəyə böləcəksə, bir sağ, bir sol hissəsi göstəriləcək. A variantında, yəni bir şəklin iki forması göstərilib. Yəni, göbələyin yalnız sol tərəfi göstərilib. Yəni, bu bütöv göbələk deyildir. Ona görə biz A bəndini götürməyəcəyik. A bəndi bizə lazım olan variant deyildir. B bəndində də eyni ilə göbələyin yarı hissəsi verilibdir və yenə də həmin hissəsi fikir verirsinizsə, bu hissə yenidən qaldırsaq göbələyin sol tərəfini bildirəcək. Yəni, bu göbələyin buradakı da sol tərəfidir, buradakı da sol tərəfidir. Yəni, heç biri bunlardan sağ tərəf deyildir. Ona görə B variantda bizim cavab olmayacaq. C variantına baxırıq. Əgər biz bu göbələyi tərs çevirsək, yenə də göbələyin sol tərəfi olacaq. Burada sol tərəf, burada sol tərəf. Bu da bizim doğru variant deyildir. C variantı da deyil. Eyni ilə D variantını da düz çevirsək, ikisi də sol tərəfi göstərəcəkdir. Göbələyin sol tərəfi, ona görə bu bizim variant hesab oluna bilməz. Amma Y variantını biz götürsək, göbələyin sol tərəfi, bu digər göbələyi saatın əks istiqamətində, saat əqrəbinin daha doğrusu istiqamətində döndərsək, deməli, nəticədə nə olacaq? Biz göbələyi tamamlamış olacağıq. Ona görə də bizim beləlikdə cavabımız olacaq Y variantı. Bu cür suallarda diqqət önəmlidir. Daha çox çalışıb zəka ilə, yəni diqqətlə bunun öhdəsindən gələ bilərsiniz ki, yəni siz bunu düz çevirsəz, göbələyin hansı forması olunacaq? Hər birini düz çevirəndə görürük ki, hər biri burada sol tərəfi göstərir, lakin bunu düz çevirəndə, yəni Y variantındakını düz çevirəndə biz göbələyin digər tayını tapmış oluruq. Gəlin buradakı sualları da işləyək. Şəkildə eyni ölçülü 5 kərpic var. Kərpiclərdən neçəsi tam olaraq 3 kərpiclə toxunur? Əvvəlcə gəlin kərpicləri sırayla rəqəmləyək. Bir dəqiqə. Yəni, nömrələyək. Gəlin, indi nə edək? Gəlin, burada kiçik bir sizə həll yolunu göstərim. Birinci kərpicdən başlayaq. Hansı kərpiclərə toxunur? Birinci kərpic 2-yə toxunur, 4-ə toxunur, 5-ə toxunur. Gəlin, ardıcıllıqla yazaq. Birinci kərpicin toxunduğu kərpiclər 2, 4-ə, 5-ə. İkinci kərpicə baxaq. Hansı kərpiclərə çox toxunur? 1-ə, 3-ə, 4-ə və 5-ə toxunur. Dördüncü və deməli 5-ci kərpicə toxunur. 1, 3, 4 və 5. Üçüncü kərpicə baxaq. Üçüncü kərpic birinci kərpicə toxunmur, lakin digər kərpiclərə toxunur. Dördüncü kərpic bütün kərpiclərə toxunur. 1, 2, 3 və 5. Beşinci kərpic də həmçinin bütün kərpiclərə toxunur, yəni özündən başqa da. Bizdən burada nə istəyir? Kərpiclərdən neçəsi tam olaraq 3 digər kərpicə, yəni özündən başqa 3 digər kərpicə toxunur. Burada fikir verirsinizsə, 3-cü və 1-ci kərpic, yəni 2 dənəsi özündən başqa 3 kərpicə toxunur. 4-cü misala baxırıq. Bir sendviç və bir meyvə suyu $12. Bir sendviç və bir meyvə suyu $12.
Bir meyvə suyu 14 dollar. Bir sendviç və 2 meyvə suyu 14 dollardır. Əzizlərim, bir sendviç, üstəgəl bir meyvə suyu, üstəgəl bir meyvə suyu 14 dollardır. Düzdürmü? Bu bir sendviç, bir meyvə suyunun əvəzinə 12 dollar yazsam, yəni bunu tənlik kimi həll eləsəm, üstünə bir meyvə suyu gəlsəm, bərabərdir 14 dollar. Onda belə çıxır ki, bir meyvə suyu bərabərdir 12 dollar eləyəcək. Daha doğrusu 2 dollar eləyəcək. 2 dollar eləyəcək. 2 dollar elədiyi üçün də deməli, o zaman bir sendviç, burada meyvə suyu yazmalı idim, üzrlü sayın. Bir dəqiqə. Deməli, bir sendviç yox, bir meyvə suyu burada da olmalıdır. Burada da biz yanlışa yol vermişik. Deməli, meyvə suyu bərabərdir 14 çıxılsın 12, o da bərabərdir 2 dollaradır. Bir meyvə suyu 2 dollaradır. Deməli, bir sendviçdən də, yəni buradan da 2 dollar çıxsaq, bir sendviçimiz, deməli, sendviç deməli 10 dollardır. 10 dollardır. Bir meyvə suyu 2 dollardır. Bizə deyir, bir meyvə suyu neçə dollardır? 2 dollardır. B variantını seçmiş oluruq. İndi isə 5-ci suala keçək. Deyir, verilmiş şəkildə hər sırada və hər sütunda 2 qəpik olmalıdır. Bunun üçün hansı xanaya qəpik qoyulmalıdır? Fikir verirsinizsə, burada hər sırada. Əzizlərim, bunlar hər sütundur. Bu isə hər sıradır. Gəlin indi baxaq bir hər sütuna. Birinci sütunda 2 dənədir, bəli. Nədir? 2 dənədir, bəli, 2 dənə qəpikdir. Baxırıq ikinciyə 2-dir. Burada da 2-dir, bəli. Burada 1-dir. Aha, 1-dir. Daha sonra burada 2-dir. Burada da 2-dir. Burada da 1-dir. Deməli, nə deyir? Verilmiş şəkildə hansı sırada, hər sütunda və hər sətir sırada 2 qəpik olmalıdır. Bunun üçün hansı xanaya qəpik qoyulmalıdır? Fikir verdinizsə, burada yəni az idi. Deməli, bir dəqiqə biz bunu silək. Mən indi burada qeyd eləyəcəm. Buradakı sırada, yəni bir sözlə bura qəpik qoysaq, həm burada 2 dənə qəpik sütunda sırada olmuş olacaq, həm də burada 2 dənə olmuş olacaq. Yəni qəpiklərin sayı. Ona görə də cavabımız olacaq D variantı. Keçik növbəti suala. Bu sualda nə istəyir bizdən? Bu sualda bizdən xəritəni tamamlamağımızı istəyir. Fikir verirsinizsə, xəritədə deməli qırmızı xətlər vardır ki, hansı ki bu istiqamətdə gedirlər. Yuxarıya doğru alaçıqların arası ilə və bu hissənin üst hissəsindən gedirlər. Gəlirik, bura çatırıq. Fikir veririk ki, bəli, burada qırmızılar keçir. Amma fikir verirsinizsə, yəni bu belə deyək də bizə verilən hissə deyildir. Ümumiyyətlə, burada bizə verilən hissə deyildir. A variantını çıxıram. B variantında bax, bu hissə bizə uyğun gəlir. Lakin mən bunu çevirəndə yuxarı hissəsi ilə gedəcəkmi? Aha. Gəlin C variantına baxaq. C variantı da bizə uyğun olan deyil. Çünki burada, yəni işarələdiyim, yəni burada şəkildə işarələdiyim hissə yoxdur və balıq şəkli var. Yəni oradan balığa doğru getmir. Bizə yarısı lazımdır oradan. D variantına baxırsınızsa, fikir verirsinizsə, burada deməli xətlər gəlib, amma bu xəritəni çevirəndə bu hissə yuxarıya qalacaq və xətlər aşağı hissəsinə getmiş olacaq. Ona görə D variantı da düz deyil. Y variantı da bizim cavabımız deyil. Cavabımız B variantıdır. Nəyə görə? Bax, bu işarələnən hissə ki var, digər yerdə də xəritənin özündə də işarələmişəm. Yəni bu yarım xəritə kimi sanki hansısa bir gölün mü, çayın mı, yəni hansısa bir ərazinin olduğunu bildirir. Yəni əlavə bir xəttir. Baxın, bax burada. Həmin hissə ki var, bax həmin hissədə biz çevirsək, görəcəyik ki, həqiqətən də o qırmızı xətlər aşağı hissə ilə gedir. Yəni burada belə deyək, daha doğrusu yuxarı hissə ilə gedir. Eynilə buradakı kimi də burada da deməli xətlər həmin o kiçik yerin, kiçik belə deyək də xəritə deyək, kiçik gölün üstündən getmiş olur. Daha sonra bizə burada nə lazımdır?
Deməli, növbəti sualımız 7-ci sualdır. Deyir, 54 puzzle parçasını birləşdirərək kvadrat əldə edir. Əlində əldə etdiyi kvadrat hansı ola bilər? Deməli, fikir verirsinizsə, burada ay formasındadır. Ay forması əldə edəcəyik. Ay forması da burada ancaq B variantına uyğun gəlir. B variantını seçirik. Daha sonra keçirik 8-ə. Deyir, xanalardan ibarət kağızın üzərində mürəkkəb dağıldı. Neçə xananın üzərində mürəkkəb var? Əzizlərim, gəlin əvvəlcə əziz şagirdlər, biz neçə xana olduğunu bilmək üçün deməli 1, 2, 3, 4, 5, 6, 2, 3, 4. 4'ü vururuq 6-ya. 24 xanamız var əziz şagirdlər. 24 dənə xanamız var. Doğrudurmu? Bəli, doğrudur. Bu 24 xananın neçəsində rənglənməyib? Neçə xananın üzərində mürəkkəb var daha doğrusu? Bizdən istəyir ki, neçə xananın üzərində mürəkkəb var? 24 xana var. Xananı qeyd elədik ki, 24 xana var. Bəs neçə xananın üzərində mürəkkəb dağılıb? Deməli, bizə lazım olan boş xanalar ki var. Bax, burada 1. Mən bunu çalışacağım ki, başqa rənglə rəngləyim. Bizə lazım olan xanalar 1. Bu tamamilə rənglənməyən 2, 3 və 4. Vəssalam. Tamamilə rənglənməyən xanalar bunlardır əzizlərim. Cəmi 4 xana. Ona görə də biz 24-dən 4 çıxırıq 20. Xana rənglənib. Cavabımız Y variantıdır. Keçirik 9-cu suala. Kanga bir ədəd yazdı. Kanga kengurunun adıdır bu arada. Kanga bir ədəd yazdı və ədədin hər bir rəqəmini bir fiqurla ötdü. Yəni, burada gördüyünüz hardasa belə deyək də 5 rəqəmli bir ədəd var. 1, 2, 3, 4, 5. Tutalım. Fərqli rəqəmlər fərqli fiqurlarla, eyni rəqəmlər eyni fiqurlarla örtüldü. Aha, fərqli rəqəmlər fərqli fiqurlarla, eyni rəqəmlər eyni fiqurlarla örtülüb. Gəlin, əziz şagirdlər, indi biz buradakı belə deyək də rəqəmləri tapaq. Burada ortada deməli eyni rəqəm gəlib, eyni rəqəmlər burada gəlib, C variantında gəlib, D variantında gəlib, vəssalam. Qalanlarını çıxırıq. B ilə Y-ni tamamilə çıxırıq, çünki ortada 4-4-lər gəlməyib. Sonra baxırıq ki, D variantında, silin bunu, D variantında, sonda da 4 gəlib, eyni ilə də C variantında. Axı, burada 2 dairədən başqa oxşar fiqur yoxdur. Ona görə D ilə C-ni də çıxıram. Qalır A variantı. A variantında da 3, 4, 4, 2, 6 oxşar rəqəmlər. Yalnız ortadakı bu rəqəmlər oldu. Cavabımız oldu A variantı. Aydındır mı əziz şagirdlər? Yəni, elə düşünürəm ki, burada çətin bir şey yoxdur. Qutuların hər birində bir heyvan yatır. Koala, tülkü və tülkü eyni formalı və eyni deməli, bir də oxuyuram. Qutuların hər birində bir heyvan yatır. Koala və tülkü eyni formalı və üzərində eyni fiqurlar olan qutulardadır. Deməli, koala və tülkü eyni formalı, eyni qutudadırlar. Ya belə deyək də, ya 2 və 4-dürlər, belə deyək. Koala ilə deməli tülkü ya 2 və 4 xanasındadılar. Yəni ki, üçbucaqdılar. Ya da 1 və 4-dülər, yəni kvadratdırlar. Hələ dəqiq bilmirik. İndi bunu birazdan biləcəyik. Kenguru və dəvəquşu olan qutuların üzərindəki fiqurlar da eynidir. Aha, kengurudur. O zaman mən bura koala və tülkünü götürürəm. Bunu da götürürəm dəvəquşu və kenguru. Kenguru və dəvəquşu. Burada bir boş fiqur qalır. Bu da sarı fiqur. İt hansı fiqurdadır? Y variantında 5. Deməli, bu sarı da it oldu. Çox rahatdır əslində bunu tapmaq. Yəni, həqiqətən çox rahatdır. Gəlib, deməli,
Gəlib bu hissəyə də oxuyaq. Bunları da həll eləyək. Deməli, kanqusu olan hissələrə toxunmadan hərəkət edərək koalaya çatmaq istəyir. İndi mən bunu sizin üçün göstərəcəm. Buna görə o hansı istiqamətdə getməlidir? Bu kanqudur. Gördüyünüz kenguru. Bir dəqiqə. Baxın, bu kengurudan söhbət. Suya dəyməməlidir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi baxın, buradakı hansı birinə uyğun gəldi? Deməli, 2 yuxarı, 2 aşağı, 3 yuxarı getmişəm mən, düzdürmü? Elə bir variantımız varmı? Elə bir variantımız yoxdur. Bəlkə də, belə deyək də, 3 dənə sağa, 4 dənə sağa və belə deyək də, buradakı variantı göstərmək istəyir. 4 dənə sağa, 2 dənə yuxarı. Baxaq da, yəni 4 sağa, 5 sağa hətta. 5 sağa, 1, 2, 3, 4. Yox, bu uyğun gəlmir. Hansı varianta uyğun gələr? Baxaq. C variantı 2 sağa gedib. Biz 2 yolla gedə bilərik. İndi mən o biri rəngi də götürüm. O biri rənglə deməli 2 belə, yuxarı, belə, bir dənə də belə, bir dənə də belə, deməli 2 yuxarı, sonra 1 belə, 1 belə. 2 cür gedə bilərik. İstənilən halda birinci belə başlayacağıq. Yəni sağa doğru 2 ox gedəcək. Sonra sağa doğru gedəndən sonra istənilən halda yuxarı 2 ox gedəcək. Yuxarı 2 ox gedəcək. Başqa bir variantımız yoxdur. Ona görə də C variantını çıxırıq. Y variantını da çıxırıq. Qalır bizdə əlimizdə A, D və B variantı. Daha sonra mütləq şəkildədir ki, biz heç olmasa 3 dənə deməli və yaxud da heç olmasa 2 dənə, 3 dənə daha doğrusu nə edək? Sağa gedək. Heç olmasa 3 dənə. O da belə deyək də, buradakı bu variantı çıxsam əgər, D variantındakı kimi çıxsam, D variantı ümumiyyətlə uyğun gəlmir. Çünki burada bu istiqamətdədir. D variantını da çıxıram. Burada bir də B variantında çıxıram. Nəyə görə? 2 dənə yuxarı çıxandan sonra 5 dənə sağa deyir. 2 yuxarı çıxdıq tutaq ki. 1, 2, 3, 4, 5 dənə yoxdur burada. Bunu da çıxıram. Ona görə cavabımız A variantına uyğun gəlir. Elə A variantı da bizim cavabımızdır. Çünki biz deməli, gəlin burada bir də həmin izahı paylaşım. Deməli, baxın, 2 dənə sağa, biraz böyük çəkdim. 2 sağa, deməli, 2 yuxarı, eləmi? Sonra 2 sağa yenə, sonra yenə 2 yuxarı və 3 sağa. 3 sağa. Deməli, A variantı olacaq düzgün cavabımız. Sonra, verilmiş fiqurlardan birində elə bir parça istifadə edilib ki, həmin parça digər fiqurlarda yoxdur. Baxırıq ki, burada hansı fiqurdur? Deməli, kvadrat var, düzbucaqlı var, üçbucaq var. Burada da həmçinin var hər biri. Yəni, romdur, amma romdur. Əslində, romdur var, yəni üçbucaqdır. Yəni, bu kubo düzbucaqlıdır. Və ya da rom da deyə bilərik. Elə rombun özü. Burada da var romb. Eyni ilə romb burada da var. Burada da var. Kvadrat. Əyri də qoyulublar, ya qoymayıblar. Amma bir dənə şəkil var ki, burada. Burada deməli kvadrat yoxdur. Bax, mənim dediyim, bax, buradakı kvadratdır da. Həmin kvadrat yoxdur, əvəzində düzbucaqlı var. Bu da D variantıdır. Bu qədər əziz, belə deyək də, şagirdlər. Gələn dəfə inşallah 13-cü sualdan o biri tərəfi izah verəcəm sizə. Təşəkkür edirəm. Gecəniz xeyir.